Müttəlibin ağlı və imanı. Müttəlibin həmin dönəmdəki əməlinə hətta gördünüz ki, Əbrəhənin özü də cılız baxdı, həm Müttəlibin özünə cılız baxdı, həm əməlinə gülməli baxdı. Amma görün insan nə qədər ağıllıdır, görün insan nə qədər tədbirlidir. Gücü çatmayacağı bir şey üçün insanları qırğına vermir. Gücü çatmayacağı bir şey üçün əlavə problemlər yaratmır. Və necəsə onun imanı var ki, bəzi şeylər var ki, yadımızda qalsın, o şeylər haqq Allahın xəttidir. Bəzi qırmızı xətlər var ki, onlar artıq Allahın xəttidir. Heç kəs o xətti keçə bilməz. Məsələn, biz keçəcəyik. Bədir döyüşündə gəldilər ki, Peyğəmbərə qalib olsunlar. 3 dəfə Peyğəmbərin ordusundan, qoşunundan artıq idilər. Amma Peyğəmbərə qalib ola bilmədilər. Müşriklərin adamlarının bəziləri nəql edirlər ki, biz orada yerlə göy boyda varlıqlar görürdük ki, biz sadəcə onlarla döyüşürük. Və yaxud da Allah Mütəala Quranda buyurur ki, ey Peyğəmbər, Bədirdə ox atanda siz deyildiniz, ox atan, biz atırdıq. Ox atan siz deyildiniz, biz idik əslində. Bu o deməkdir ki, yəni İslam olmalıdırsa, İslam inkişaf etməlidirsə, heç bir qüvvə onun qarşısını kəsə bilməyəcək. Əgər bir şey haqdırsa və bu bir şey qalmalıdırsa və bu bir şey Allahın hədəfidirsə, mümkün deyil ki, onu aradan aparsınlar. Bu mümkün deyil. Ona görə də Əbdülmüttəlibin buna imanı var idi. Çünki Kəbə qırmızı xətt idi. Baxın, insanların dindən dönməsi, insanların müxtəlif cərəyanlara bölünməsi, insanların fəsad etməsi, nə bilim, hətta məsəl üçün Kəbənin yanması da baş verib. Yezid bir dəfə Kəbəni yandırıb. Yanmaq da Allahın səndimə qırmızı xətti deyil. Yaxşı, sonra onu təmir elədilər. Amma Əbrəhə nəyə gəlirdi? Əbrəhə gəlirdi ki, onu dağıtsın, yox eləsin. Ümumiyyətlə, bu şey aradan getsin. Yaxşı, belə şeylərdə Allahın artıq izni yoxdur. Ona görə də Əbdülmüttəlib anlayırdı ki, belə yerlərdə Allah özü müdaxilə edir. Biz dində, Allah Mütəala Quranda ayə var, buyurur ki, mən istəsəm öz dinimi qabağa apararam. Amma istəyirəm ki, sizin əlinizlə aparım. Niyə bizim əlimizlə aparsan, ilahi? Elə özün rahat apar da, sənin üçün daha rahatdır. Axı, həyatın hədəfi başqadır. Axı, bu dünya müvəqqəti dünyadır. Bu dünya bir gün xarab olacaq, aradan gedəcək. Bu dünya qiyamətə qədər qüvvədədir. Bu dünyadakı insanlar bu dünyanın qayda qanunları ilə ona görə var ki, insanlar bu dünyada nələrsə qazansınlar və axirətdə əbədi olaraq o ruhiyyə ilə xoşbəxt olsunlar. Ona görə də aləmlərin Allahı bizim bir mənada başlı başımıza olmağımızı da istəyir. Bildiniz? Bəzən deyirlər ki, əgər müsəlmanlar haqdırsa, nə üçün qeyri-müsəlmanlar olaraq qalib gəlir? Məsələn, bəzən deyilir ki, nə üçün, məsələn, şiəlik haqdırsa, əhl-i sünnət üçün Allah, nə bilim, göydən Quranda çoxlu şeylər yazmır. Əli ibn Əbi Talibin adını çəkmir. Bəziləri deyir ki, müsəlmanlıq haqdırsa, nə üçün başqa dinlərin bu qədər inkişaf etməsinə Allah göz yumur? Bunlar savadsızlığın sözləridir. Yəni, savadsızlıqdan doğan sözlərdir. İslamın hədəfindən xəbərsizliyin sözləridir. Biz bugün bir şey olan kimi vay problem oldu, vay dünya dağıldı, vay deyən kəslər imamların dövrlərinə baxmalıdırlar ki, imamların dövrlərində necə olub? Yəni, imamlar hansı bir vəziyyətlərdə qalıblar? Bilirsiniz, məsələ bundan ibarətdir ki, insanlar imtahan olunsunlar. Məsələ bundan ibarətdir ki, insanların ruhiyyəsi, kimliyi gündəmə gəlsin. İnsanlar özlərini tansınlar, tapsınlar. Ona görə də dində, həyatda nələrinsə olub olmaması artıq Allah bunu o qədər də ciddiyə almır. Çünki orada zaten insanların inkişafı var. Ona görə də bəzən belə gəlib deyirlər ki, bəs əgər İslam dini haqdırsa, niyə Allah xristiyanlığın, yəhudiliyin, nə bilim, o birisi bütpərəstliyin yayılmasının qarşısını almır? Axı, bu Allahın hədəfi deyil. Daha doğrusu, hədəfi deyil deməyim, yəni bu Allahın istəyi deyil.
Hədəfidir ki, insanlıq xoşbəxt olsun. Amma o xoşbəxtlik yolunu Allah, nə bilim, hansısa bir yollarla kəsməməlidir. İnsanlar özləri anlayıb hidayət olmalıdır. Çünki islah prosesi, çünki insanların bu ruhlarının təkamül prosesi məhz özlərinin iradəsi sayəsində baş tutmalıdır. Budur, bundan başqa yolu yoxdur bunun. Bundan başqa yolu yoxdur. Ona görə də insanlar özlərinə bir gün ağlamalıdırlar. Məhz belə olmalıdır. Siz bunu baxın ki, məsələn, bir valideyn istəyir ki, övladı yerisin. Amma hər dəfə onun yeriməsi üçün əlindən tutub yeridir bunu. Məsələn, siz təsəvvür edin, evin böyük uşağına tapşırıblar. O da balaca qardaşının ya bacısını yeriməsi üçün hər gün onun əlindən tutur yeridir. İstəyir ki, o yerisin. Amma başa düşmür ki, sən onun əlindən tutduğun sürəcə o yerimir. Sən onu sadəcə yeridirsən. Bu isə həqiqi hədəf deyil, onun yeriməsinə kömək etmirsənsə. Bir gün valideyn gəlib sənə deyir ki, mən balam, əlvi çək. Əlvi çək o özü. Axı o yıxılacaq. Axı mən onun yeriməsini istəyirəm. Deyirəm yeriməsini istəyirsən, amma metodun düz deyil. Mən də onun yeriməsini istəyirəm. O baxır deyir ki, ata sən onun yeriməsini istəyirsən. Əgər istəyirsənsə, bəs nə üçün dedim mən əlimi çəkim? Halbuki mən onu yeridirdim. Ata deyəcək ki, mənim balam, onun yeriməsinin şərti budur ki, o özü etməlidir. Axı yıxılacaq, ev yoxdur. Yıxılacaq, duracaq. Yıxılacaq, duracaq, sonra yıxılmamağa üstünlük verəcək. Yıxılmayacaq, axırda yıxılmayacaq. Bax, görürsünüz? Ona görə də atanın əlini buraxması onun inkişafıdır. Bunun başqa yolu yoxdur. Alimlərin Allahının istəsə əgər göylərdən bir dəfə bir əzəmətli bir nida eləyər, Həzrəti Cəbrail bir nida eləyər, ey insanlar, dindar olun, ey insanlar, İslam Peyğəmbərinə iman gətirin, imamlara iman gətirin və namaza tapının. Ondan sonra qorxulu səsdən sonra dünyanın heç bir yerində bir dənə də namaz qılmayan, dindar olmayan, müsəlman olmayan adam qalmaz. Bunu Allah eləyə bilər, Quranı göndərən Allah eləyə bilər, amma bu insanın gücü olmayacaq. Bu insanın özü zəhmətlə ələ gətirməyib bax. İman və ruhun təkamülü insanın iradəsinə asılıdır. Yəni, ağlı ilə, iradəsi ilə nəfsinə qalib gəlməlidir ki, onun ruhu təkamülə çatsın. Qorxu ilə, etməklə, filanla bunların heç cür alınmır. Ona görə də alimlərin Allahı müdaxilə etmir çox məsələlərə. Çox acınacaqlı həyatda məsələlər olur. Peyğəmbərlərinin başını kəsiblər, imamların başını kəsiblər, nə bilim, hər hadisə olub, Kəbəni yandırdılar. Amma bugünkü mövzumuz budur ki, amma elə şeylər var ki, artıq Allahın özünün bir nömrəli hədəfidir. Və o Allahın xəttidir. O xətti keçmək olmayacaq. O xətti keçmək mümkün deyil. Ona görə məsələn Bədirdə Allah deyir ki, oxu siz atmadınız, mən atdım. Niyə? Çünki onlar 3 dəfə sizdən çox idilər. Sizi çox rahatçılıqla məğlub eləyə bilərdi. Amma İslam aradan gedəcəkdi. İslam aradan getsə Allahın bir nömrəli hədəfi aradan gedir. Ona görə Allah orada dayanır. Allah orada dayanır. Olmaz belə şey. Onu qoymaz Allah. Ora qeybi müdaxilələr olmalıdır. Elə yer var ki, orada qeybi müdaxilələr olmalıdır. Başqa cür ola bilməz. İbrahimi götürürlər, atırlar odun içinə. İbrahim hələ yanmamalıdır. İbrahimin hələ görəcəyi çox işlər var. İbrahimdən İsmail dünyaya gəlməlidir. İshak dünyaya gəlməlidir. İslam Peyğəmbəri onun nəslindən olmalıdır. Onun üçün İbrahim oda atılanda o od gülüstana çevrilməlidir. Başqa cür ola bilməz. Yanıb ölsə nə olacaq? Yanıb ölə bilməz. Qüdrəti də yoxdur ki, Nəmrudla döyüşsün. Ona görə də Həzrəti Cəbrail orada gəldi, dedi ki, İbrahimə dedi ki, ey İbrahim, nə kömək eləyə? Dedi ki, hər şey ki, ona xatır eləyirəm, onun məndən xəbəri var. Yəni, İbrahim aram idi ki, bir mənada, hər şey yaxşı olacaq. Hər şey yaxşı olacaq. Mənim aradan getməyim əgər hansısa bir problemlərə yol açacaqsa, Allah ona imkan verməyəcək. Bu, imanın və əqlin, ağıllılığın əlamətidir. Əbdülmüttəlibdə biz bunu görürük. Gəlir gecə ilə ağlayır. Allaha deyir ki, sən şahidsən ki, mən hər şeyə hazıram. Ölümdürsə ölərəm, hər şey. Amma bilirəm ki, yolu bu deyil. Yəni, biz havaydan biz qırığına gedərik. Bu elə bir şeydir ki, bizim gücümüz çatmır. Amma
yəqinim də var ki, sən bir iş görəcəksən. Ona görə gedir o deyir ki, mən dəvələrin sahibiyəm. Mənim dəvələr. Əslində buna cılız kimi baxırlar, amma əslində böyüklük əlaməti. İnsan bax bu hadisədən oxuyub keçməməlidir. Bu hadisəni nəzərində saxlamalıdır ki, əvvəla ortada olan o müəyyən problemlər bəzən zərurətdir. Bəzən biz elə bunlarla nəfsimizi islah etməliyik. Hər hansısa bir hadisələrlə. Heç vaxt insanlar imtihansız qalmır. Amma orasını da bilməliyik ki, orada ürəyimiz də aram olmalıdır ki, narahat olma, haqq gedə bilməz. Qırmızı xətlər var. Allah o qırmızı xətlərdən müğayətdir. Müğayətdir Allah bunlarda. Olmaz ki, belə olur. Və insan həm onu düşünməli, eyni zamanda da öz vəzifəsi nədirsə, bunu yerinə yetirməlidir.